taksi sürücüsü 9 aylıq hamilə qadını yarı yolda düşürüb. Filmə baxdığına etiraz edilmiş qadın. Var axı bizdə İctimai nəqliyyatda gedən mən az görmüşəm. Telefonla danışıb, 20 yanvardan danışıb, gəlib 28 maya qədər də. Mən də iradımı bildirəndə deyib, onun sənə nə dəxli, mən yorğunam, mən belə dincəlirəm, belə sakitləşirəm. Demək, onlar üçün, bəzən sürücülər üçün sərnişinlərin taleyi, müqəddəratı maraqlı olmur. Əsas odur ki, onların beyni dincəlməlidir. Belə hallarda mən onlara deyirəm ki, işləyə bilmirsiniz, istirahət götürün, ümumiyyətlə uzaqlaşın. Demək, bir qadın Bakı Newsə müraciət edib, deyir ki, mən deyir, taksi çağırtdırdım, Yangodan çağırdım deyir, gəldi, məni götürdü. Demək, xanımın adı Dürdane Saliyevadır və qaynar xəttə zəng vurur. Onun sözlərinə görə bugün Yangodan çağırdığı taksinin sürücüsü maşını idarə edərkən seriala baxıb. Xanım öz iradını bildirdiksə ona aqressiv cavablar verməyə başlayıb. Yaranmış mübahisə zamanı sürücü 9 aylıq hamilə qadını yarı yolda endirib. Gördüm ki, seriala baxır. Qadın açıqlama verib. Əvvəl heç nə demədim, lakin yola yox, dayanmadan seriala baxdıqda gördüm ki, yəni fikri dağılır da. Mən deyir, xahiş etdim ki, siz seriala baxmayın, yolu idarə etməni nəzərdə saxlayın. O da mənə dedi ki, cərimə gəlsə mənə gələcəkdə. Sizə nə? Sürücüyə bildirdim ki, məsələ cərimə gəlməsi ilə yox, təhlükəsizlikdir. Üzr istəmək əvəzinə üstümə qışqır ki, düş maşını. 9 dəqiqəlik yolun cəmi 9 dəqiqəsini getmişdik, məni maşından indirdi. Qadın onu da bildirib ki, sifariş gələn taksi ilə tətbiqdə göstərilən maşın eyni olmayıb. Həm bəzən belə də olur da, məsələn, düşünürsən, oradan operatorlar, xanımlar deyir ki, məsələn, filan taksi gələcək, sonra bizə tamam başqa bir taksi zəng vurur və nömrəni deyəndə biz özümüz də çaşmış oluruq. Yəni, ümumiyyətlə, mən də müşahidə etmişəm, var sürücülər, rul arxasında olarkən, maşını idarə edərkən fikirləri dağılmaq üçün, nə bilim, yayınmaq üçün, sevgililəri qızlarla, qadınlarla danışırlar, digər nələr edirlər. Məndən bu qədər. Sara Səfra Bahadurdan.